Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Aybəniz Həşimovanın bloger qızı Aynişan Quliyeva yeni paylaşım ilə diqqət çəkib. Bildirir ki, ifaçı gəlinlikdə şəkillər yayımlayıb. O, fotolarını sosial media hesabında paylaşaraq yoxsa şərhini qeyd edib. Qeyd edək ki, Aynişan Quliyeva 2020-ci ildə idmançı həyat yoldaşı Kənandan boşanıb. Aparıcı Leyla Quliyeva arxiv fotosunu izləyiciləri ilə bölüşüb. Xəbər verilir ki, aparıcı fotonun 1987-ci ildə lentə alındığını bildirib. Sözgedən şəkli təqdim edirik. Basatın Təpəgözə qalib gəldiyi boy, Bakı 1987-ci il.